Əziz valideynlər, çox vaxt oğlan uşaqlarının cinsi inkişafından narahat olursunuz. Cinsiyyət üzvü kiçikdir deyirsiniz. Androloqa, uroloqa, uşaq cərrahına və s. aparırsınız və uşağın xəyalları uzi olunur. Xəyalların yaşına görə kiçik olduğu bildirilir və sizə müalicə təklif olunur. Əslində bu ssenari düzgün deyil, belə olmalı deyil. Uşaqda cinsi inkişaf geriliyindən şübhələnirsinizsə, ilk müraciət eləməli olduğunuz müəssisə uşaq endokrinologiyası olmalıdır və UZI ilə diaqnoz qoymaq, ehtimal eləmək ki, xaya geri qalır, bu doğru deyil. Ona görə də bugün sizə bizim arxidometr adlandırdığımız cihazdan, bu endokrinoloqların stol üstü cihazıdır, bu barədə məlumat vermək istəyirəm. Uşağın xayaları bunun vasitəsilə ölçülür. Təqribən ölçülər bundan ibarətdir. 1 milli, 2 milli, 3 milli. Yeniyetməliyə qədər, yəni 11-12 yaşa qədər, yaş deməyim, uşağın yeniyetməliyi başlayana qədər bu 3 rəqəmin üçündən biri ola bilər. Ən minimal 1 millidir. 1 milli təsəvvür edin ki, bizim ən kiçik barmağımızın dırnağının ölçüsündədir. Yəni, bu cür kiçik ölçüdə uşağın xayası yeniyetməliyi başlayana qədər ola bilər. 1 yaşında uşaq ilə 11-12 yaşında uşağın xayasının ölçüsü eyni ola bilər və 1 milli qədər kiçik rəqəm ola bilər. Ona görə də xaya qısadır deyib, xaya kiçikdir deyib həyəcanlanmayın və lazımsız müalicələrdən uşaqları qoruyun.